Deməli, evində qalacağım xanım məndən xahiş edibdi ki, ona Azərbaycana aid nəsə hazırlayım. Mən də şuba salatı, ya mimoza, bilmirəm, ikisinin qarışığı bir şey hazırlayacağım. Mayonezi aldım, vegetarian mayonezidir. Deməli, mayonez 750 ml mayonezə 140 rupi verdim, təxminən 3 manat. Təxminən 3 manat verdim. İndi də tərəvəz alacağım. Kök 80 rupiyadır, yarım kilo. Demək, 2 çuğundur, 4 kök, 2 pomidor, 2 soğan, biraz kişniş, süit yoxlarıydı. Bir də kartoşkam, hanı? Bir də bu qədər kartoşkaya hamısına birlikdə 120 rupi. Bizim pulla 2 manatdan 2 manat 20 qəpik falan belə. Bir də 6 dənə yumurtaya 80 rupi. Bunu deyəsən biraz baha aldım, amma olsun, artıq dilləşəcək gücüm qalmayıb. Dedim bunları ən yaxşı salamatca hazırlayayım. Dayı uşağı göndərdi, get al. Daha mən də etiraz eləmədim. Bu da mənim qaldığım yer. Məhəllə, belə deyim. Göz necə qəşəng səliqəlidir, tərtəmizdir hər yer. Buradan da biz deməli kartoşka ilə kərkökünü bu qazanda qoyacağım qaynamağa. Soğanları da belə sirkəyə qoydum ki, biraz ölsün. Sirkə və duza. Demək, mayonezi qarışdırdım, amma biraz duz attım. Biraz da Hindistan ədviyyatı. Burada əzilmiş istot tapmaq müşkül məsələdir. Sonra yumurta, çuğundur, kartoşka və kökü yuyub hazırlamışam. Bir də duza qoymuş xəyr olmadığına görə belə soğanı əvəz elədim. Soğanı sirkəyə qoydum. İsə qozalmaq unutmuşam. Şüyüd tapmadım. Bu da kişnişim. Bu da əti didikləmişəm. Burada birinci kartoşkanı vuracağım. Mən bildiyim qədərilə ən çox mayonezi kartoşkaya tökmək lazımdır. İndi bunu da tökdüm beləcə. Bütün ingredientləri tökdüm. Ən sonunda yumurtanı tökmüşəm. Heyf ki, qoz yoxdur. O forma da yox idi ki, o formanı qoyum, onun için deyim. Ona görə biraz dağ fason alınıbdır. Nəysə, olan əlimdəki ingredientlərlə əlimdən nə gəlib onu eləmişəm. Artıq bitirdim. Üzərinə də şüyüd yox idi. Kişnişlə belə bəzədim. Buna bax, qıran silmişəm, yenə qalıb. Belə, bu şəkildə. Ümid edirəm, dadlı olar. İçinə ingredientlərdən daha çox belə ürəklə həvəsini hazırlamışam, onu qoymuşam, sevgimi qoymuşam. Ümid edirəm, dadlı olar. Belə, hazır. Məndən şuba salatı. Bir dənə qozu əksik oldu.